Məlum olduğu kimi, martın 15-də İctimai Teleradioda Baş Prokurorluğun uzun müddətdir xaricdə yaşayan Qabil Məmmədovla bağlı çağırışı oxunub. Bəs bu xəbər nə üçün İctimai Teleradio ilə elan edilib? Medianews az qeyd edir ki, bu qanunvericiliyin tələbidir. Belə ki, Baş Prokurorluq Cinayət Məcəlləsinin bir sıra maddələri ilə Qabil Məmmədov haqqında cinayət işinə başlayıb. Ona ittihamlar irəli sürüb. Cinayət Prosessual Məcəlləsinə görə isə təqsirləndirilən şəxs Azərbaycan ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənəndə, çağırışa gəlməkdən qəsdən boyun qaçıranda, yəni cinayət prosesində onun iştirakını təmin etmək mümkün olmayanda cinayət təqibi qiyabi icraat qaydasında aparılır. Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə isə cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək məqsədilə onun tutulması, axtarışı, eləcə də beynəlxalq müqavilələrlə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasına verilməsi ekstradisiyası üçün tədbirlər görülür. Bu tədbirlərdə nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqan təqsirsizlik prezumpsiyasına riayət etməklə Cinayət Prosessual Məcəlləsinin çağırış vərəqəsi maddəsində nəzərdə tutulmuş məlumatları ictimai televiziya və radio vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc etdirir. Medianews az qeyd edir ki, məhz bu səbəblərdən Baş Prokurorluq Qabil Məmmədovu istintaqa İctimai Teleradio ilə çağırıb. Təsadüfi deyil ki, çağırışda təqsirsizlik prezumpsiyasına riayət edilməklə Cinayət Prosessual Məcəlləsinin çağırış vərəqəsi maddəsində nəzərdə tutulmuş məlumatlar açıqlanıb. Çağırışa əsasən Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə aprelin 17-si saat 10-da Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməlidir. Qabil Məmmədov 2015-2017-ci illərdə ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək, pensiya, sosial müavinətlərlə təmin etmək, vədləri altında aldadaraq onlardan 30.000 manata yaxın pul almaqda və sosial media hesablarından terrorçuluğa açıq çağırışlar etməkdə ittiham edilir.